Salam mənim əzizlərim. 2026-cı il buğalar üçün necə keçəcək, nələr gözləyir? Bu haqda açılım edəcəyik. Buğalar üçün əsas mövzu 2026-cı ildə həyat istiqamətinin dəyişməyidir, karyerada, statusda dönüşdür. Ona görə çünki Uran hələ də sizin bürcünüzdədir. Plutun da karyera sahənizi artıq sirkələməyə başlayır. Bu il köhnə buğa həyat tərzi qalmayacaq. Gəlin xəritəyə baxaq. Xəritəyə nəzər yetirdikdə görürük ki, buğalar üçün 2026-cı ildə əsas 20 aprel, 20 may günəş buğada olur. Yeni başlanğıclar, özünə inam, görünüş, sağlam qərarlar vermək üçün ilin ən güclü ayıdır. 20 aprellə 20 may tranzitlərdən öncə danışacağım ümumi olaraq. Yupiterdə 1 yanvardan 30 iyuna qədər şans, genişlənmə, elə bir siz xırda bir iş görəcəksiniz, daha da böyüyəcək. Yəni daha Yupiter çünki xərçəngdə olacaq. Qısa səfərlər eləyə biləcəksiniz, təhsillə bağlı addımlar ata biləcəksiniz, müqavilələr imzalaya biləcəksiniz. Sizin üçün 1 yanvardan 30 iyuna qədər buğalar üçün. Və həmin dönəmə çox önəm yetirin, çünki pul və fürsətlər rahat gələcək. Yəni hər şeyi rahatlıqla əldə edəcəksiniz. 30 iyundan 22 iyula qədər Yupiter keçir Şirə. Şirə keçir və ev, ailə, ev ala bilərsiniz, ev sata bilərsiniz, bir yerdən başqa bir yerə köçə bilərsiniz. İlin ən rahat, qoruyucu dövrü sayılır sizin üçün. İyulla oktyabr arası. Saturn isə ağır, amma bizi elə bir formalaşdıran təsirdir. Düzdür, bəzən biz bunu heç istəmirik. Yəni ki, öz dəyişikliyi sevməyən bürclər var da. Yəni buğalar elə də dəyişikliyi sevmirlər. Ona görə o bizə elə də xoş gəlməyə bilər. Ona görə onun güclü fazalarına diqqət edin. 15 fevralla 10 aprel arasındadır Saturn Qoçda, 12-ci evinizdə olacaq. 20 avqustdan da 15 noyabr. Bu tarixlərə diqqət edin. Bu vaxtı enerji azalacaq. Çalışın həmin vaxtları istirahətlərə sərf eləyəsiniz. Psixolojik yüklənmələr, keçmişi bitirmə, tək qalmaq ehtiyacı ola bilər. Uran da bilirsiniz ki, buğadadır. 1 yanvardan 25 aprelə qədər buğadadır. Qəfil qərarlar verəcəksiniz. Artıq bu həyat mənlik deyil. Çünki son həftələrdə də fikir versəz, sizin üçün üsyan modu çıxır. Bu mod, yəni ki, kehnəni qəbul etməmək, dəyişiklik istəyirsiniz. Şəxsi həyatınızda ani dəyişikliklər olacaq. 25 aprellə 8 noyabrda Uran əkizlərə keçir. Pul, gəlir sistemində dəyişikliyiniz olacaq. Yeni qazançlar əldə edəcəksiniz. Yeni işə düzələ bilərsiniz. Uran yenidən buğaya keçir. Son qərarlar, köhnə həyat tərzi bağlanır. Və Neptun, bizi narahat edən Neptun planeti. Bax, bu Neptun planeti 1 yanvardan 26 yanvara qədər balıqlardadır. 26 yanvardan sonra ilin sonuna qədər Qoçda olacaq. Bu vaxtı, yəni martla sentyabr ayında diqqətli olun. Digər aylar yaxşıdır. Belə, gəlin indi ay baxaq ki, buğaları nə gözləyir. Yanvar ayından başlayaq. Yanvar ayı ay olacaq xərçəng bürcündə. Ünsiyyət sənədlərlə bağlı xəbərlər olandır. Neptun da 26 yanvara qədər balıqdadır. Həyatınızda olan daxili qarışıqlıq tədricən azalır. Hər şeyin fərqinə varırsınız. Və məsləhət, hər hansı bir işi görəndə tələsmədən görün, davadalaş eləməyin, səbirli olun. Aldanmalara açıqsınız, yəni ki, səbirli olun, tələsməyin. Artıq yüklərdən, yalan danışan insanlardan qurtulursunuz. Sadəcə müşahidə et. Fevral ayı Saturn Qoça keçir. Enerjiniz düşə bilər, amma maddi cəhətdən yaxşı aydır. İşdə biraz ehtiyatlı olun, gərginlik ola bilər. Kompromisə gəlməyə ehtiyac ola bilər. Dostluqlarınıza diqqət edin. Amma istirahət vacibdir. Maddi baxımdan yaxşıdır. Mart ayı. Aldanma riski, kədər, sezgiləriniz güclənir, gizli mövzular ortaya çıxır. Nələri isə tamamlaya bilərsiniz. Hər deyilənə inanmayın, qərar verməyə vaxtını. Yəni zaten planetlər siz iki qərar arasında qalsanız da
Məsəl üçün ağır planetlər var ki, Neptundur, Saturndur, onlar məcbur eləyirlər. Yəni ki, yıxımı siz etmirsinizsə, onlar edirlər. Aprel ayında Aprel ayı buğalar üçün, ümumiyyətlə aprel ayında bilirsiniz də 20 apreldə Günəş buğaya keçir. 25 apreldə də Uran əkizlərə. Sistem təcrübəli olduğunuz sistem dəyişə bilər. Daxili sakitlik. Hər şeyin fərqinə varacaqsınız. Daha da güclənəcəksiniz. May ayında. May ayında zirvə ayıdır. Bax. Səyahət gözləyir, birlik gözləyir, oyanış gözləyir. Rəhbər rolunu oynayıb həyatınızın elə bil ki, sükanını əlinə alacaqsınız. Yeni qərar verəcəksiniz. Yeni həyat modelini bu ay quracaqsınız. Güclü aydır may ayı. İyun ayı buğalar üçün. İyun ayı ola bilsin ki, maliyyə baxımından alqı-satqı olunan bir hadisələr olsun. Ev, əmlak mövzuları, amma emosional çox rahat aydır. Köç, planlama, yeni həyatın qurmağı, öz daxili səsinizə inanın, emosional rahat bir aydır. İyul ayı. İyul ayda. Üçüncü gözünüz açıqdır. Harasa səfər eləyə bilərsiniz, səyahətlərə açıqsınız, yeni başlanğıclara açıqsınız. Dava-dalaşdan uzaq olun. Təkliyi seçirsiniz. Münasibətlərdə əslində baxın. Özünüzü günahkar hiss etsəz də, amma yumuşalmaq, rahatlama dövrüdür. Avqust ayı. Avqust ayında Saturnun təsiri güclənir. Ola bilsin enerjiniz azalsın, sakitliyə çəkiləsiniz. Sözlərinizə diqqət edin sevgi məsələlərində. Nəfəs alacaqsınız. Yəni, kimlər sizi aldadıbsa, kimlər sizə yalan deyibsə, onun fərqinə varacaqsınız. Sentyabr ayı. Sentyabr ayında səbirli olun. Səbirli olmalısınız. Ola bilsin ki, pulla bağlı məsələlərdə yenidən düşünməli olacaqsınız. Yəni, qərarlar verməli olacaqsınız. Pul, işlə bağlı. Oktyabr ayı. Oktyabr ayı artıq həyatınızın dönüş nöqtəsidir. Nəyisə tamamlayacaqsınız. Əslində, nəyisə tamamlamaq. Ola bilsin ki, məsəl üçün, işinizi dəyişərsiniz, düzdürmü? Vacib qərarlar verəcəksiniz. Amma bu sizin yaxşılığınızadır. Bunu qeyd eləyəcəksiniz. Çünki yeni bir mənbə tapacaqsınız. Yeni bir mənbə tapacaqsınız. Bunu qeyd eləyəcəksiniz. Nəyisə tamamlayacaqsınız. Bu böyük ehtimal oktyabr ayında Pluton karyera evinizdə olacaq. Buğaların. Bu işlə bağlıdır. Noyabr ayı. Noyabr ayında Uran yenidən buğada olacaq. Bu onu göstərir ki, dəyişiklik, köhnə həyatın sonu. Hər şeyin sürətlə hərəkətə keçməyini istəyirsiniz. Qəti addımlar atacaqsınız, üsyan eləyəcəksiniz. Tam dəyişim ayıdır. Sizin üçün noyabr ayı tam transformasiya ayıdır. Düzdür, radikal aydır. Bu biraz sizi sıxa bilər. Amma bu ən yaxşısıdır. Dekabr. Dekabr artıq nələrsə keçmişi artıq takılmayın keçmiş. Axarına buraxın. Sakitlik, il bağlama, daxili rahatlama var. Artıq sizin kontrol əlinizdədir. Daxili rahatlama ayı. Yəni ki, o gərgin aylar bitdi. Ümumilikdə götürsək, aprel, may ayları buğalar üçün həyat, pul, dəyişim belə bir aydır. İyul ayı ailə, rahatlıq, yeni ev alma, yeni köç. Avqust, sentyabr biraz yorğun hiss edəcəksiniz. Bunun da çarəsi var. Çalışın həmin aylarda istirahətə daha çox vaxt ayırasınız. İstirahət eləyəsiniz. Noyabrda artıq köhnə həyat tərzi bağlanır. Görək, 2026-cı il üçün mələklərin buğalara məsləhəti. Çox, yəni ki, yerində bir kartdır. Çox həyatınızda önəmli olaylar, hadisələr olacaq.
və bu hadisələrin hamısı dəyişimə səbəb olacaq. Güclü etiraflar, fərqindəliklər yaşayacaqsınız. Artıq qanadlarınızı açmağın vaxtı gəldi. Siz yeni istiqamətə, tam fərqli bir istiqamətə yol açacaqsınız. Ümid edirəm ki, 2026-cı il bu dəyişimlərlə aktiv olan yeni başlanğıc ili sizə çox uğur gətirsin. Qarşılaşacağınız bütün çətinlikləri, bütün maneələri çox asanlıqla addımlayasınız, keçəsiniz. Sizə xoş, uğurlu, sevgi dolu, motivasiya dolu, enerji dolu il arzulayıram.